İnsan özü özünü ruqiyyə edə bilərmi, yoxsa onu başqa insan ruqiyyə etməlidir? Ümumiyyətlə, insanın özü üçün dua etməsi və özü özünü ruqiyyə etməsi daha əfsəl olanıdır. Çünki təbii ki, insanın öz halını daha çox özü bilir, nəinki kənar şəxs. Və insan özü özünü daha çox ixlasla, daha çox Rəbbindən istəyərək, daha güclü şəkildə, imanlı şəkildə özü üçün dua etmiş olur və həmçinin özünü ruqiyyə etmiş olur. Ona görə də əfsəl olan məhz insanın özü özünü ruqiyyə etməsidir və xüsusən də bildiyimiz kimi şəriətimizdə də müəyyən dualar, zikirlər və həmçinin müəyyən surələr varid olmuşdur ki, sünnədə bunları etmək daha yaxşıdır. Misal üçün, İxlas, Fələq, Nəs surələri, onu səhər və axşam zikirlərində etmək və həmçinin hər fərz namazlarından sonra etmək və həmçinin yatmadan öncə onları oxuyub bədənə sürtmək və həmçinin Ayət-əl Kürsi olsun, insan xəstələnərkən, misal üçün, Fatihə surəsi ilə özünü müalicə etməsi olsun və ruqiyyə etməsi olsun, bunlar daha əfsəl olanıdır. Və yaxud da ki, sünnədə keçən zikirlərlə, dualarla özünü müalicə etməsi, ruqiyyə etməsi daha yaxşıdır, nəinki kənar bir şəxsin onu ruqiyyə etməsi və yaxud da ki, onu müalicə etməsi.